Mən yenə salam ərz edirəm. Azərbaycan Milli Fəallar üçün jurnalist dərsinin bugünkü dərsinin ikinci bölümünə ya əməli bölümünə başlayıram. Bu qismətdə dünənləri dostların bir ikisinə bir xəbər göndərmişdim. Əgər onu tapsam və onu mən sizə burada yazsam yaxşı olar. Mən bunu buradan əvvəl kopyalıyım, bir yerə qoyum ki, biraz yekə olsun, özüm görüm nə yazıram. Sonra kaş bunu biz dedim eləyə bilək dostlardan. Elçin, bəlkə sən bunu başarasan, mənə köməklik eləyəsən, şey ola. Bu mən nə cür şeyi sizə göstərə biləm. Yəni buradan screen-i sizə göstərə biləm, onu mənə öyrətsəz, bəlkə mən rahatlar olaram. Niye böyle oldu? Olmadı. Niye böyle oldu? Bunu başta yapmadım. Renkli düşür. Okey, neyim ya, bu şey olmadı. Ben bundan hoşum gelmedi. Başarmadım yani bunu. İndi bir dənə xəbər gəlib dünənləri. Bu xəbəri mən bir yerdə gördüm. Onu istəyirəm burada yazam. Baxın bunun üstüne işləyək. 27% واحدهای تولیدی آذربایجان غیر فعال شد. واحدهای تولیدی آذربایجان غربی فعال شد. رئیس سازمان صنعت، معدن و تجارت. رئیس سازمان صنعت، معدن و تجارت آذربایجان غربی گفت آذربایجان غربی گفت 2 نقطه امسال 173 واحد امسال 173 واحد فکرم تولیدی جلو داده واحد یعنی 27% از آنها یعنی 27% از آنها با تخصیص 3090 میلیارد ریال با تخصیص 3090 میلیارد ریال. Qoyun bunları elə mən özü sözləri yazıb özü yazım, özüm əlamət qoymayım. Yəni 34%, yəni 34%, yəni بله 34% از بانک های عامل تسهیلات دریافت کردند. تسهیلات دریافت کرده اند. Xəbərin sonu, mən bu qədərini götürdüm, xəbərini sizə göndərdim. Ərz edeyim xidmətinizə ki, gələk bura.
Bu xəbərdə çoxlu şeyləri, bu günləri əmələn sizə mən demək məcburiyyətindəyəm. Mən umaram ki, dostumuz ki, Əfqanistandandır olsun və ha belə bəli şeylər, Qəşqayı dostlarımız cəlsədə olsunlar, az adam vardır. Mən istərəm ki, Əfqani dostlarımız ki, türkdülər orada, Cənab-ı Xıncani olsun və bunları örgəşsinlər. Əfqanistanda bizim türklərimizin mühüm müşkülləri biri budur. Bu bir dənə titri vurubdur. 27% ya faiz vahidهای تولیدی آذربایجان غربی فعال شد. Yəni 100, bunun mənası nədir? Bunun mənası budur ki, 100% karxanaların 27% fəal oldu. Qalanın 73% hələ fəal deyil. Elə bu xəbərin, əsli xəbərin odur ki, biz buna titr vursaq, o birisi tərəfin bunu vursaq daha yaxşıdır. Yəni xəbər vursaq ki, 73% واحدهای تولیدی آذربایجان غربی خوابیده اند، فعال نیستند، şey olar, gözəl olar. Farslar bizə deyirlər ki, mənfi titri vurmayın. Bunu yadınızda saxlayın. Çünki mənfi titri vurmaq çoxlu xəbərləri gətirər ortaya. Mənfi titri vurmasaz gətirəməzsiniz ortaya. Mənfi titri olmasa tərif eləməlisiniz benoği. Buna tay. Bu titri gərək mənfi vurasınız ya müsbət. Müsbət vursanız gərək bunu vurasınız. Mənfi vursanız gərək vurasınız ki 73% Azərbaycan Qərbinin 73% karxanalar işləmiş. Mənfi oldu. Farslar onun üçün ki xəbər mənfi verilməsin, diqqət buyurun, mənfi xəbər verilməsin deyərlər ki, titri xəbər mənfi gərək olmasın. Ya %99 gərək mənfi olmaz. O halda ki, İranda xəbəri müsbət yoxdur ki, xəbər vurasın, hamısı mənfidir. Pəs biz, Azərbaycanlılar, mənafe millimiz üçün xəbəri mənfi vurarıq. Farslar mənafe milliləri üçün xəbəri mənfi vurmazlar. Xəbəri mənfi farsların ziddinədir. Bizim nəfimizədir, mənfəətimizədir. Biri bu. İkinci bu ki, bu xəbərin titrindən fəqət ha. Bu bunu göstərir ki, yəni xəbəri oxuyanda görürük ki, bunlar 3009 milyard riyal. Diqqət buyurun, bu günləri danışacağım. 3090 milyard riyal. Riyal kəlməsi mən dairəyə salıram ki, diqqətsiz olsun. Niyə riyal deyirlər? İstirlər ki, bu xəbəri yazan ki, müsbət yazır, istir müsbəti tolerant Azərbaycan Qərbiyə çox pul vermişik. Vahidi riyal edir. Əgər vahid bir zaman inqilabın əvvəlində İranda bir mod çıxdı, təmrizat çap edirdilər, dinar deyirdilər adına. Bilməm, 100 dinar elirdi bir qran, 10 dinar elirdi bir qran, yadımda deyil. Bəli, məsələn, mən təmr almışdım, istirdim 3 qranlıq təmri yapışdıram. O dinarları yapışdırırdım. Hər iki tərəfinə görə də təmrə yeri olmurdu yapışdıram. Yəni, çox görsənirdi da. Bir var ki, bir dənə təmir alasan, 5 qram bir dənə çıqqılı bir yere yapışdırasan. Bir var ki, 50 dənə təmir yapışdırasan. Yenə də hələ 3 qram olmuyor. Amma paketdə yer olmuyor yapışdırasan. Yaxşı. Buna görə ki, xəbəri yekə göstərirlər və deyirlər Azərbaycana çox vam vermişik, real yazırlar. Biz istəyək Azərbaycanlılar bunun əksini gərək görək. Biz gərək ya tümənə çevirək, 3000 milyardı tümənə çevirsə, onlar 3 milyard. Tutardı getdi da. 3090 milyardı çevirsəz bura, onlar 3 milyard 900 milyon. Tutardı getdi. 4 milyarddan da aşağı. Pul veriblər. Bizim Azərbaycanın sənayi nə qədər boşlu düşübdü? Bunlar axı qabaqsan karxana idilər. Bunların ehtiyacı yoxdur bunlara. Nə olub başlarına ki, tolidin vəsətində gediblər 3000
3 milyar 900 milyon tümənə baş evlər dövlətə borc alıblar. Borc altına giriblər ki, dedim bunu gərək biz burada xəbəri yazaq ki, bu xəbəri neçə faizlə, nuzulunla veriblər türklərə. Türklər gərək ildə neçə bu 3 milyard, 4 milyard tümən pula neçə gərək nə qədər dövlətə, yabancı, Fars bankına sud verələr. Fars bankı buradan bizdən pul alır. Gücünü gündən gücləşirik. Bu 4 milyarda əgər %10 da faiz, %10 faizlə da pul vermiş olsa, mən bilmirəm neçədir sənətin, ona görə deyəmirəm və bilmirəm bunlara neçədən veriblər, neçə faizdən, ona görə. Yoxsa hesablardıq. Məsələn, bəlkə dostlardan biri, kim burada vardı, bəlkə bunu tapa, internetdən görək ki, neçə dərsədlə verirlər karxanalara. 4 milyardın nuzulun əgər 10 mindən qoysaq, ildə neçə elər, yəni 10%-dən %10 qoysaq, ildə elər 1 milyardınki elər 100 milyon, 400 milyon, 400 milyon, bilmirəm, beləsə hələ zehnimə gələn. Fəqət gərək bunlar buradan pul qazanırlar, verələr bahlara. Biz nə edə bilirik? Mənafe milli Azərbaycan budur ki, hər yerdə belə bir real gördük, bunu tümənə çevirək, çünki vahidi pul indi tüməndir hər yerdə istəsək, ya da dolara çevirək. Yəni bunu kiçildək. Bunu çevirsək, indi əlan dolar 3-4 min, 350 tümən, 60 tüməndir. Bunu çevirsək tümənə, tüməni çevirsək, bölsək buna, ədədimiz gələr, doları ki, əlimizdə deyərək ki, Azərbaycan, Qərbi Azərbaycana bir belə dolar veriblər. Bəlli olar ki, məsələn, 300 min dolar ya 3 milyon dolar, məsələn, Azərbaycana, məsələn, bilmirəm indi nə qədər, 400 milyon dolar Azərbaycanın sənayeyinə pul təzriq olubdur və bir belə də alacaqlar. Əgər bu pullar 10 illik olsa, biz neçə bərabər bunu qeyd edəcəyik verək özlərinə. Yəni, həm pulun əslini verəcəyik, həm də 10 ildə, məsələn, bunun öz əslindən çoxunu verəcəyik. Əgər 20%, 27% də olsa ki, Allahu ələm 3 ildə bu pulun özünü alacaqlar, bir də izafəsini. Pəs biz xəbərlərimizdə bu cür bir oyunlara düşməməliyik. İkinci bu ki, biz bu xəbəri yazsaq, Azərbaycan milli mənafeyindən nə etməliyik? Əvvəl eləyə bilirik, bu qismət qalacaqdır. Mənbə-i xəbər, çünki buna istinad edirik. Rəis Sazman Sənət və Mədən və Ticarət Azərbaycan Qərbi. Bu qoftun yerinə nöqtə qoya bilirik 2 dənə, ya elə qoftun özünü qoya bilirik, o bir şey deyir, izhardaşdı filan, bunlar sözlərdir, onları yaza bilirik, mühüm deyir. Gozariş dad filan da, Bəhman da در جلسه با خبرنگاران گفت، به فلان روزنامه گفت، به فلان رسانه گفت filan, bunları demək olar. O onun cümləni به هر حال məsələn instruksiya harda deyib, nə cür deyib, Sıxandanlıqda deyib, Bakıda deyib, harda deyibdi, karxanaçılarla danışan deyib filan. Deyib ki, emsal, yəni 1396-da 176 vahidi tolidi, yəni 27% vahid hay tolidi. Yəni, biz əgər bunu 27% olsa, bilirik ki, Azərbaycan Qərbidə neçə dənə sənət var. Diqqət buyurun. Ondan sonra deyə bilirik ki, burada nə qədər nirükar sənətdə işlir. Tazə ondan sonra biz axtarsa taparıq ki, mənzuru bunlardan morğudarını da sənət hesab edir, toyuqçuluğu da sənət hesab edir. Yoxsa sənət bir dənə karxanə, böyük karxanadır ki, tolid edir. Bir cinsi tolid edir ki, həm Qərbi Azərbaycanda, həm o birisi yerlərdə satılır. Yoxsa, məsələn, toyuqçuluqdur. Yoxsa konsantrə düzətməkdir, məsələn. Yəni, çox iş icad eləməz. Bilirsiniz, bir dənə toyuqçuluq 1 milyard dolar da xərcləsən, 10 dənə xarici işlətmiş orada. Yəni, orası var. Gərək sənət görək ki, hangi sənətlərdən, sənəti ki, məsələn, İran Xodra var Tehranda, nə bilim, Farsistanda Zobahən var, Zobi Filizzat var, Mis var, ərz edeyim, bunların hərəsi
onlar min adam işlədir. Azərbaycanın ən böyük karxanası traktor sazidir ki, hududən 4000 nəfər adam işləyir orada, məcmuəsində. Yap böyük karxanası da traktor sazidir. Ondan sonra nə mənə karxanaları vardı, hamısı əşağı adam işlədir, çox əşağı. Bəzi karxanalar var ki, 10 nəfər, 15 nəfər də adı karxanadır. Onlar da əslində kargah gərəklidir. Amma əvvəl buradan ələ gətiririk ki, vahidləri ki, tolidi hesab olurlar, gərək onu tapaq ki, tolidi bunlar nə tərif? Dedim, toyuqçuluğu da tolidi hesab edirlər, yox. Bunu əgər mən olsam, buna məqalə elərəm. Ya da xəbəri təhlili. Xəbəri təhlili, bu bir dənə xəbərdir, yazılıbdır. Mən olsam, bunu otururam, əvvəl karxanaların tedadını çıxadaram, sonra noularını çıxadaram, sonra gətirirəm, deyərəm ki, işləri nə qədərdir, bəs bunlardan neçəsi və hankılar, mühümü budur, hanki karxanalar tətildir, hankılar işə düşüblər. Axı, bəzi karxanalar var ki, ədədi yekətmək üçün 173 nəfər eləmək üçün mümkündür, toyuqçulara pul verərlər, deyərlər işləyin. Mümkündür ki, məsələn, maşınsazı orada ola deyə işləyin. O tolidi otomobil ola. Tolidi eynək ola. Bir şey o, bir iş ola. Bunu gərək çıxaraq hangi vahidlər orada işləyirlər və hankisi işləmirlər, hankılarına vam veriblər, hankılarına verməyiblər. Nə model işlərə vam veriblər, nə model işlərə ram verməyiblər. Bu çox gözəl bir şey olar. Mənafi milli xəbərin burasındadır, o birisi yerlərində deyil. Yəni xəbər burada deyil ki, məsələn, bu adam deyibdir, cəhənnəmə deyib ki, ora deyibdir. Xəbər elə budur ki, neçə dərsə işləmir, neçə dərsə karxanadır işləməyənlər, işləyənlər neçə karxanadır, nə qədər adam bunlarda işləyir, mütəvəssiti hüquqları nə qədərdir, bunlar nə qədər sud eləyə bilirlər, bunları rahat tapmaq olar. Yəni, bir dənə telefona bağlı olar bəzən bunlar. Karxanadarların da Allahlarındandır ki, biri zəhbirə soruşar ki, neçə verirsən, neçə alırsan, nə qədər maliyyat verirsən, nə qədər filan verirsən, onları da ala, şəhridari, əvariz şəhridarizat verirsən, nə qədər sibil pulu verirsən, mizaltı verirsən, rüşvət verirsən ki, ala biləsən. Onları da çıxada bilər. Bir də ki, dedim, bu riyalları dolara çevirmək, pulunu əzatmaqdır. İranlar istəyirlər, çoxaldarlar, riyal deyirlər. Həmişə bu oyundur. İstəyirlər, Urmuc ölünə deyirlər, çox pul verir, həmişə riyal deyirlər. Ondan sonra da kəlmələrlə tanışmağımız gələşər. Etibarla, büdcə ilə ixtisasın fərqi var. Etibar, İqtisadçılar gərək bunları deyərlər. Mən keçməyim iqtisad dərsinə, məndən irad tutar qalaram burada. Yəni 34 dərsən hala bu da getdi. Az banka amil təhsildə. Bunlar da ötürək bahilər hər halda veriblər. Bizə mühüm olan yer bu 2 idi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 kəlmə. Bancılarının özü olsun 19 kəlmə bizə lazım idi bu xəbərdə. Qalanı sertifikatdır. Biz 19 kəlməni alacağıq, özümüz xəbər yazacağıq. İndi, dostlar, neçə nəfər vardı? 3 nəfər əlan fikir edirəm ki, canlı baxırıq. Xahiş edirəm, buna bir dənə titr yazın. Və xəbəri tənzim eləyin, orada yazın, mən görüm. Neçə dəqiqəmiz var, varımızda hələ, taza başlamışıq. Bilmirəm, neçə dəqiqədə başlamışıq. 10 dəqiqə, 11 dəqiqə vaxtımız vardı. Yarım saat bura olacaqdı. Dostlar, lütfən yazın bunu Azərbaycan mənafeyi nəzərdə alaraq bu xəbəri tənzim eləyin. Yazın, mən də görüm. Təşəkkür edirəm. Xəbərin iradı da var. İradlarını da desəm olar. Burada mən virgül qoydum. Özüm qoydum, xəbərdə qoyulmayıbdır. Rəis Sazman Sənət virgül Mədən və Ticarət Azərbaycan Qərbi qoft 2 nöqtələr olsun. Fikirəm əslində qoyulmayıbdır. Ən yaxşısı budur ki, o yerdə ki, nəqli qoli müstəqim edirik. Qoft kimi deyirik. 2 nöqtə qoyulsun bir-birinin üstündə. Sonra da bir dənə burada ciyumə açılsın. Yəni bu adamın öz sözüdür, ağzından çıxandır. Bir dənə də burada ciyumə qoyulsun ki, yəni dırnaq arası da, dırnaq arası, haradadır mənim bu bilsəlim? Dırnaq arası, bu adam bununla bunun arasını deyibdir. Onun sözləridir. İndi, emsal, salı yaza bildik özümüz burada.
bunlara diqqət buyurun. Eləyə bilirik ki, parantez açaq burada. Yazaq ki, 1396. 173 vahid gərək qoyaydı, virgül qoymamışdı, mən qoydum. Yəni, indi diqqət buyurun. 193 vahid, yəni 27% az anha, sənayeha. Biz gərək bu vahiddən sonra tüm məni edirik bu vahidi. Diqqət buyurun, bu adam məni edir. Deyir ki, buradan bura, yəni bir belə, dərsə. Buradan buracan, buranın mənasıdır. Biz nə etməliyik? Burada nöqtə virgül qoymalıyıq. Çünki yəni istirik. Ya da ki, yənidən sonra nöqtə qoymalıyıq. Nöqtə yox ha ki, qutarmış. Nöqtə virgül qoymalıyıq. Nöqtə virgülün özünün, yəni. Nöqtə virgül iki qoyulur bir yerdə. Bu virgül nöqtə. Nöqtə virgül, yəni ki, necə görsəmdir orada ha? Yəni, özü yəni yerinədir, ehtiyacı yoxdur. Ruznameniqaridə tohin eləməzlər, yaxşı? Əlamətlərlə tohin elərlər. Yəni, məsələn, yazırıq ki, filan kəs xeyli adəmi mühimmiz. Adəm است. Filan kəs adəm است. Yaxşı? Əgər əlamət təəccüb qoysaq, yəni ki, filan olmuşdu. Əgər iki parantez alsaq, parantez açıq parantez, bağlı parantezin arasına qoysaq, yəni ki, nənəsi, dədəsi, filan famililərin hamısı o söz. Pəs, Ruznameniqari çox müəddəb edildi, amma bilənlərə, bilməyənlərə yox. Bilməyənlər baş tapmazlar bu, deyərlər və əlamət təəccübdür. Xeyr. Əlamət təəccüb Ruznameniqaridə neçə yerdə işlənər, hərəsinin bir anlamı var. Əgər bu adamın qabağına qoysaq, yəni eşşəkdir, cümənin parantezin içində adamın qabağına qoysaq, yəni nəsli də eşşəkdir. Yəni eşşəkdən çox əşalıqdır. Yaxşı, pəs biz Ruznameniqaridə bəzən bunlara diqqət eləyin ki, əlaimi nədir işlədirlər. Ruznameniqaridə hər şeyə tay bir dənə elmidir və bu insanların rəftarına bağlıdır. Mən danışa-danışa gözləyirəm, dostlar da bir şey yazlasınlar, göndərsinlər. Onun üçün də əsəbani olar adamlar, tohin delərlər və tohini ədəbi yazarlar. İşarə ilə yazarlar, əl-aqılı bil işarə elərlər. Məsələn, yəni bir dənə kəlmədir. Y və eyni nunu y'dən ibarətdir. Yəni 4 hərfi vardır. Onun yerinə bir dənə nöqtə virgül qoyarlar. Onlar yəni. İki nöqtə də aynı mənada. O dövrə ibtidaidə yazıda olsa yazardı. Məsələn, xordən ya məsələn qoftən iki nöqtə qabağında yazardı ki, yəni belə suxən miqoyət. Suxən ibarət həssəs nə mənə. Məsələn, o iki nöqtə yəni mənasındadır. Onun üçün yəni qoysaq burada 2 nöqtə yetər. 27% də anha gərək virgül olar. Çünki qatışar bir-birinə. Bu xəbəri yazan əslin təxəssüsü bir adam deyil. Hər kəs buna baxsa bilər ki, qələtdir. Bunu danışan adamın savadı yoxdur. Mümkündür də şurası ola. Mümkündür şey ola. Lisansı ola, fوق lisansı ola. Mümkün diplom ola, mümkün də olmaya. Bəli, vaqiyyət budur ki, bu adamın savadı yoxdur. Əgər döşürası da olsa savadı yoxdur. Çünki bu cümlənin o qədər işqalı vardır ki, istəyəsən bu cümləni bir nəfərə deyəsən bunu de, gərək otura bunu edit eləyə. Adam gərək danışanda bilə ki, mən elə cümlə deyəcəm ki, mənim təhsilatım, savadım, təcrübəm, müdiriyyətim, elmim görsənsin orada. Adam elə cümlə qurur ki, onun savadı, təhsilatı, təcrübəsi bəllidir ki, sıfırdır. Yəni bu adam pul veribdir diplom alıb, döşürə alıb da, əgər döşürə olsa. Əlbəttə, bəlkə bu adam fars deyil. Bu cümlədən yazanı yox, danışanın cümləsindən ki, qoyduq cümənin arasına, bəlli olur ki, bu adam fars deyil və farsiyə müsəllət deyil. Bunun üçün belə danışır. Çünki əgər bu adam fars olsaydı, cümləsi farsı olardı, yaxşı olardı.
Hətta yer savadsız olsaydı. Bu adam döhtüra da olsa, sün türkü danışanmır. Bu bunun zəfidir. Bu heç vaxt Azərbaycana budca ala bilməz. Necə ki Azərbaycanın amuzüş pərvərişi ustanları, fərmanları, nümayəndəyi məclisi Azərbaycana budcalanmır. Çünki danışanmır axı. Çünki dərdin yetirənmir ki, mənim Azərbaycanımda işsizlik var. Mənim Azərbaycanım işsizlikdən köçürlər əgər indi şey görür. Həmişə Azərbaycanda bir işsizliğin şeyi aşağıya gələr. Həmişə. İllətləri nədir? Diqqət buyurun. Əvvələn İranın o birisi yerləri farslar çox zirəkdilər. Mən necə bir yer tapsam bunları silə bilsəm, yaza bilsəm. Harada yazdım ki, Allahdan ötürü bu silinsin. Mən də bu bir şeylə yazırdım ki, məsələn siz görəsiniz. Heç yerdə silinmir. Bir yol. Nə deyirdim? Əvvəlcə sən dili başarasan ki, ondan deyəsən, ağa mənim büdcəm var. Görmürük. Azərbaycanda həmişə deyirlər ki, dərsəd bikarı, işsizliğin tedadı adamlar işsizlər hər İranın hər yerindən azdır. Nədir bunu elan edirlər? Diqqət buyurun. Bu da bir şeydir ki, həmişə gərək bunun üstündə Azərbaycan milli fəalları işləsin. Bunu siyasilərin, ustanların, fərmanların, bəxşdarın, şurayı şəhərin zehninə soxsun ki, bilsinlər amarı deyəndə nə cür deyəcəklər. Çünki amarı başarmırlar, farsıcan deyənmirlər, eləyə bilmirlər desinlər. Bununla belə ki, fouq lisanslar var. 405 olsun məsələn. 405 ki, ustadı danışqahdır. İndi 15 ildir, neçə ildir şurayı şəhərdə idi, indi bilmirəm hardadır. Rəisi Sazman Bərunbuci Azərbaycan şərhidir. O da hətta bilmir. İndi də fikrim ustandaridə büdcə məhsuldur. Belə bir şeydir. Hətta o da bilmir. Nədir? Və millətə də öyrətmirlər. Farslar istər-istəməz əvvələn savadlıdırlar. Bunu gərək qəbul edirik. Arvadlı, böyüklü savadlıdırlar. İkinci, özlərinə etimad və nəfsləri var. Etimad və nəfsləri olduğu üçün özlərin tələbkar bilirlər. Dövləti özlərinə borçlu bilirlər. Özlərin borçlu bilmirlər dövlətə. Dövləti borçlu bilirlər. Bunun üçün həmişə tələbkardırlar. Çünki etimad və nəfsi var. Hökumət onundur, filandır, bəhmandır. Eləyə bilir də sözünü desin, gedir, deyir, mən bekaram. İranın amarında, diqqət buyurun, amarında hər adam ki, idari kardan iş istəməsə, arvad böyük, kişi böyük, kişi oğlan, yaşlı yaşsız, idari karda iş istəməsə, fəqət onlar gedirlər idari karda deyil, biz iş istirik, onlar bekardılar. Mənim nənəm gedib indi ad yazdırmayıbdır. Dədəm ad yazdırmayıbdır. Səhər gedib ad yazdırsalar, Azərbaycan şərqdə bekarsılığın amarı işlərini gedəcək üstə. Gərək, əgər istəyirsiniz Azərbaycanın mənafi millisinə köməklik eləyəsiniz, xəbərnigarlar, Azərbaycanın arvadlarına, qızlarına öyrədəcəksiniz və bekarlarına getsinlər, idarə karda ad yazdırsınlar ki, biz işsizik. Əgər Azərbaycanın bekarsızlığı 9%dir, fəqət 9% Azərbaycanda iş axtaranlar gediblər, idarə karda ad yazdırıblar. Əgər tamami arvadlardan, yax Azərbaycanda arvadlardan %10'u işdir. %90'ı bekardır. Azərbaycanda Şərqi, Qərbi, Ərdəbil, Zəncan, Qəzvin. Deyək ki, bunların da 17 milyon cəmiyyəti var, 16 milyon cəmiyyəti var. 16 milyonun 8 milyonu arvaddır. Bunlardan 200 mini, 300 mini işlir, 500 mini işlir, 1 milyonu işlir, qalanı bekardır. Əgər biz 50% cəmiyyətimiz arvad olsa və arvadlardan 10%, fəqət arvadlardan 10% işləsə, 40% cəmiyyətimiz bekardır. Xanımların cəmiyyətinin 40% bekardır. Bölsək kişilərin arasında 20%. Kişilərdən də əgər 20% bekar olsa ki, gedib iş istəmirlər, gedirlər xiyaban qırağında otururlar, bəlkə fəhlələr tapılar, evdə otururlar, getmirlər idarələrə. 20% də kişilərdən olsa, bölsək arvadların arasında olar 10%, 50% millətimiz bekardır. Amma bizim Azərbaycanlılar həm tənbəluq, həm bilmirik ki, bu mənim həqqimdir.
Mən əgər gedib idarə karda ad yazdırmasam ki, iş axtarıram, büdcə gəlməyəcək ustana, işsizlik üzdən çoxalacaq. Biz gərək millətimizə öyrədək ki, ağlamayana çörək yoxdur. Nə cür ağlayacaqsan? Gedəcəksən idarə karda adını yazdıracaqsan, nənə, bacı, xala, dayı qızı, əmi qızı, xala qızı adını yazdıracaqsan. Dədə, nənə adını yazdıracaqsan. Hər kəsi ki, fəsli işləyir. Yəni qışda işləmir, yayda işləyir. Məsələn, isti vaxtlarda işləyir. Gedib yazdıracaqsan, işin yoxdur. Cəmiyyəti bikarə Azərbaycan 65% yetər. Nə olar? Azərbaycana pul gələr. Amma indi Azərbaycanlılar əvvəlin iş üçün gedirlər Tehrana, gedirlər Şiraza, İsfahana, 2 ay, 3 ay arvad uşaqdan uzaqda qalırlar. Mən özüm beləsiydim. Yəni şəxsən mən özüm arvad uşağım Təbrizdə qalırdı, özüm Tehranda yaşırdım. Özümü bekar yazdırmıram, Azərbaycanda iş axtarmıram. Nəqqaşdır, mekanikdir, safkardır, ilmək salandır. Getsin desin mənə bax, ilmək salırsan, gözünü yeməli və öpüm. Amma eyni halda ged idarə karda deyən mənə iş istəyirəm. Yazdır, demə ilmək salıram. Ağa, bəzi yerdə yalan demək lazımdır. Mənafe milli üçün yalan yazmaq lazımdır. Mən bundan açıq deyim. Çünki dövlət büdcəni kəsir. Bekarçılığı aşağı göstərdilər. Siz istəyəsiniz onu cübran eləyəsiniz, gərçilik bekarçılığı yetirəsiniz ya vaqeyə amara, ya vaqeyə amardan yuxarıya. Vaqiyyət budur ki, ilmək salmaq bekarçılıqdır. Bizim xəbərnigarın vəzifəsi bunlardır. Azərbaycan milli mənafeyi üçün jurnalism, yəni bu. Yəni biz millətimizə öyrədək ki, niyə büdcəmiz Azərbaycanda hər il qeydir? Baxın, Azərbaycan şərqidə, qərbidə, Ərdəbildə, Zəncanda, Qəzvində nə mənə dövlət ki, büdcə göndərir? Müdürlər ilbaşı 20% ta 25% göndərirlər Tehrana. İşlətdik, qalanı vermədik. Niyə? Müəllimə izafə kar verəcəyi verməyibdi. Hüququnu da verməyibdi. Oradan buradan da kəsibdi. Nə bilim, lazım qədər müəllim istihdam eləyəcəyi də eləməyibdi. Nə bilim, paydaş verəcəyi də verməyibdi. Bir də işlər görüblər ki, bu müəllimin hüququnu kəsiblər. Verməyiblər. Mədrəsələrdə millətdən pul alıblar. Ki, sən gərək uşağın karnaməsini vermərik, illa bu ki, pul verəsən. Pulu alıbdı uşaqdan, uşağın dədəsindən. Dövlətin pul verdiğini göndəribdi ora, Tehrana. Nə var? Mən desinlər ki, nə yaxşı adamdır bu adam Azərbaycanda bir belə pəsəndaz elədi. Bir belə dalyana qoydu, dövlətə xərc çıxartmadı. Bunlar Azərbaycanın geri saxlanması üçün müdiriyyətdilər. Və bu müdiriyyətlər Azərbaycan üçün deyil, Fars üçündür. Əgər Şurayı şəhər bunu bilmir, 65% arvadların 50% deyil, yox, bu 45% ya 40% bekarda. Əgər Şurayı şəhər bunu bilmirsə, hamısı ölsə səlahdır. Əgər bunu jurnalistlər bilmirsə, öyrətmirsə, millətə günahdır. Yəni, ölməkləri, o jurnalistin ölməli səlahdır. Jurnalist gərək millətinin mənafeyini tapa, axtara tapa. Yəni, biz bu xəbərin içindən görün nə qədər örgəşdik. Mən fikir edirəm ki, yarım saatdan da çox oldu. 34 dəqiqə 22 saniyədir xidmət izləyəm. İstərdim fikir gəlsin, xəbər gəlsin. Burada ya görmürəm, ya da yazmamışsınız. Baxın, görüm yazmışsınız, ya mən görmürəm. Yox, yazılmayıbdır. Olsun, biz demamızı dedik. Bəlkə sizlər də yazmazsınız bir gün biriləri gələr və yazar. Biriləri bunları öyrəşər və yazar. Bəs dostlar, bizim vəzifəmiz xəbərlərimizdə, hətta Günaz TV-də mütəəssifanə bu iş yoxdur. Günaz TV-nin məncə, mənim şəxsi nəzərim budur. Mən istərdim o dostlar ki, xəbər yazırdılar, işdirdilər, burada dərsə gəlirdilər, onlar gəlirdilər. Gündə Günaz TV hər xəbərində hər gün bir dəfə anons versə, agəhi versə ki, xanımlar, ağalar ki, bekarsınız.
iş axtarırsınız. Qış fəslində bekarsınız. Ya bir gün işiniz var, bir gün işiniz yoxdur. Gedin idarə karta yazılaşın. Siz deyin ki, biz iş axtarırıq. Əvvələn idarə kar məcburdur sizə iş tapsın. İkincisi siz amara geçəsiniz. Azərbaycanda birdən bəlli olsun ki, neçə min nəfər bekardır. Və bu savadız olub olmamağa deyil. Hətta savadız da olmasa gedin iş istəyin. Çünki sizin o məmləkətdə yaşırsınız. Əgər gedib adınızı yazdırmasanız, Azərbaycanı, Şərqi, Qərbi, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Tehran, Yəz hər yerdə işləyirsiniz, türklərin işləmək hesabındadır. Yəni bu ki, bu adamın işlir də, xanımlar ki evdədirlər, hüquq da almırlar. Ya ərləri var, ya ərləri yoxdur, ya qocadılar, ya cavandılar. Adlarını yazdırsalar, bəlkə dövlət məcburdur sizə bekarçılıq pulu verə. Bu da bir mənfəətdir, ha? Çünki haqqı bikari var axı. Bimə məcburdur, dövlət məcburdur. Sən ki bekarsan, iş axtarırsan, sənə pul versin. Az da versə versin. Həddəqəlli bikaridən biraz yarısını heç olmasa verəcəklər da. Məsələn, 900 min, 1 milyon bir dənə ailənin ən azı gəliri də aylıq. Sənə verəcəksin 500 min. Ayda 500 min sənə verəcək. Gərək verə. Gərək edib işləyəsən. Yəni istəməsən verməzlər. Mənim nəzərimə Günas TV gərək bir dana tizer düzəldə, bir dana agəhi düzəldə. Hər gün yaya, hər gün istisnasız, hər xəbərdə yaya ki, ya hər xəbərdən qabaq, hər bərnamədən qabaq, hər bərnamədən sonra yaya ki, Azərbaycanda hər kəs işsizdir və gəliri yoxdur. Evdədir, ya evdə deyil, ya iş axtarır, ya iş axtarmır. Danışçudur, ya danışçu deyil, geçsin idarə karda iş axtarsın. Beləlik olar ki, Azərbaycanın milli mənafeyi təmin olar, bekarçılıq amarı düz çıxar üstə. Farslar bu işi görürlər, gedirlər, yazdırırlar və istəyirlər. Necə ki, farslar əgər bir dana sel gəlsə, bir dana tufan gəlsə, bir dana zəlzələ gəlsə, bir dana ev yıxılsa, onu 100 dana eylem edirlər, 200 dana eylem edirlər, 1000 dana eylem edirlər. Çünki oradan bu millətə pul gələcəkdir. Pul gələndə heç olmasa bəhrəsiz olacaqdır, ya da kəsin dövlət bila əvəz verəcəkdir, yəni pulu verəcək, almayacaqdır. Burada millətə pul gəlir cibinə, əlində pul olur, evin düzəldər, xərab evin düzəldər. Əslən zilzilə gələndə getdinir, mənim evim yıxılıbdır, gəcinə görsə tarası cırılıbdır, köhnə evin. Məsələn, Təbrizdə 4 dərəcə zilzilə gəlir, hamı söyünür, gedir, quzarış verir ki, bizim evimizdə heç sud olmadı. Olan 400 min dana ev yıxılacaqdır, 7 zəlzələ, 6 riştir, 5 riştir zəlzələ gəlsə yıxılacaq, öləcəksiniz. Elə 3 riştirdə gələn, necə deyim, mənim evim şey oldu. Nədir, o Eynalı dağının aşağılarında oturursunuz dağlarda. Hangi məhəllədə oturursunuz? Gedin deyim, mənim evimə xəsarət varid oldu. Xəsarət alın. Və İranda işləyənlərin pulunu vermirlər. Olsun, olsun. Amara getək. Amarda bir əvvəl gəlsin ki, neçə nəfər bekarıq. Sonra da işləməyənlərin, o da bir ayrı hesabdır. Deyək, hər kəs pulunu alanmır desin. O da yazsın, o da xəbər eləyək. Bizim nevisəndə olaraq, yazıcı olaraq, yazar olaraq vəzifəmiz budur ki, milli mənafeyi təmin edək. Deməyək ki, qəzavət eləməyək ki, çün dövlət belə deyir, biz getməyək dalısından. Bəlkə çün o cür dövlət, o cür deyir, gərək onu aqrandisman edək. Gərək salaq böyük pərdələrin üstünə 1 kilometr səhridə 100 kilometrdən görsənsin ki, Azərbaycanda cinayət gedir. Dövlət bunlar cinayətdir. Əgər Azərbaycana büdcə vermir, cinayətdir. Əgər Azərbaycanın niyə çox maliyyət alırlar? Deyirlər ki, hamı bekardır da. İranın hər yerində 15%, 13% bekar var. Azərbaycanda 9% bekar var. Bəs bunlardan çox maliyyət aparaq Farsistana ki, Yəzdə, Kaşana ki, orada 13% vardır. Bizim əvəzində burada 65% bekarımız var. Bəli, bunu deyəmirik. Niyə mənəni düşünmürük? Amarı iqtisadı. Çün düşünmürük amarı və iqtisadı? Əldən veririk. Fars neyinir düşünür?
İdarələri də düşünür, müdürləri də düşünür, rəisləri də düşünür. Həm də farsını yaxşı bilirlər, həm də biraz da savadları vardı, biraz da cəsarətləri var, biraz da hökumət onları özlərindən bilir, biraz da türk deyirlər ki, deyirlər mən elə türk olmağım özü bir iddiamdır. Hələ biraz da duram, nəqd eləyəm, deyəm, yox bizim büdcəmiz azdır, məni işdən götürərlər. Biz yazarların məsuliyyəti budur. Mən 3 il Bunyad-ı Canbazında işləmişəm, 3 ay mənə bimə getiriblər. Doğrudur. Mən İranda 21 il iş işləmişəm. 21 il. 21 il məndən bimə çıxıblar. Mənim fikir edirəm ki, 1 il yarımzat biməm var İranda. O da zindana düşməmişlər, biraz qabaq bimə eləyiblər. Mən Ruznamə İslamın axır zamanlarında bimə olmuşdum. Sonra da zindana düşəndə Əncüməni Ruznamenigarani İran məni bimə eləyibdi. Uşaqlarım əslində bimə eləmək üçün. Mənim özümü şəxsən yox. O dövrdə, yəni zindan dövründə mənim Əncüməni Ruznamenigarani İran bimə elədiyi üçün biraz biməm var. Amma bunlar bizim həman o yerdir ki, onları qışqıracaq, deyəcək, işləmişəm, bimə olmamışam. Mən bunun üçün idarəyə kara şikayət eləmişəm şəxsən. Hala yetişməyiblər. 1375-dən şikayətim vardı. Hala yetişməyiblər. İdarəyə karda. Həm Azərbaycan şərqinin şikayət eləmişəm, həm Tehrana şikayət eləmişəm. Amma hələ yetişməyiblər. Amma bizim vəzifəmiz nədir? Bəli, icbarla istifa etdirirlər cənab-ı Nui. Bu vaqiidir. Yəni, sizin mən müxalifət eləmirəm sözlərinizin. Amma biz bunları yazar olaraq agrendisman eləyəcəyik. Biz bunları sinemanın filmi görmüsünüz nə çıxıllıqdadır. Sinemanın filminin hər kadrı bunun arasıcandır. Ya buncandır. Amma onu vaxtı salırsan bir dana meydanda böyük bir pərdənin üstünə ki 100 metr, əni 100 metr boyudur. Yəni yekəldirsən. Bu yekəllikdən heç kəs baxa bilməz. Sinemanın özündə onu milyon qat yekəldirlər ki biz görək. Bizim vəzifəmiz jurnalist olaraq, yazar olaraq, fikir sahibi olaraq bu deyil ki, dövlət eləyilir, belə eləyir. Budur ki, gərək müstənəd eləyək, sənədsazlıq eləyək. Sənədsazlıq budur ki, millətimizə örcədək, kesinə şikayət eləsinlər, olsun sənət da. Şurayı şəhərimizə örcədək, nümayəndələrimizi örcədək, ustandara, fərmandara fişar. Bizim adamlarımız o qədər utancaqdılar. Fikirlə və ədəbdir, mərifətdir. Çünki etimad bə nəfs yoxdur. Azərbaycanda bu gün etimad bə nəfs yoxdur. Gedə ustandara deyə ki, ustandar, bizim büdcələrimiz niyə qeydir Tehrana? Niyə bunlar Azərbaycanda yatırmırsınız? Niyə Azərbaycana büdcə almırsınız? Mən getmişdim bir dəfə Kürdistana. Ustandarinin məsul rəvabitimizin xəbərnigar idi. Getmişdim ondan görüşəm. Getdim, gördüm. Əvvələn bu rəvabitiminin məsulü ki, xəbərnigardır. Həmşəhriyin xəbərnigarı idi. Bu, Kürdü paltarından gəlir Ustandarıya. Dedim, mən Kürdəm. Ustandar gərək qəbul eləyəm, mən Kürdəm. Oturmuşdum orada, rəvabitimdə bir dənə qoca kişi gəldi, 90-92 yaşı vardı. Yəni, zorla bunu ayaqüstə tutmuşdular. Gəldi, əsasını götürmüşdü, əlinə təliyin, vururdu bu mənim dostumun mizinin üstünə. O şey dili ilə deyirdi, Kürd dili ilə. Adam mənə tərcümə edirdi. Deyirdi ki, belə vururdu, sən burada oturmuşsan, sənin vəzifəndir. Mənim qızıma, bağışlayın, mənim oğlumun qızına, nəvəsinə bilet alasan, göndərəsən dədənənəsinə ki, sənin qorxundan buradan qaçıb gedib pənahəndə olubdu, şeydədir. Ustandarı ona bilet aldı. Getmişdi, ona deyirdi, mənim oğlum məsələn, deyək ki, nə idi? Komile idi, ya demokrat idi. Kürdistanlı. Getmişdi Ustandaridə əsasını götürmüşdü, çəliyin götürmüşdü, vururdu onun başına, mizinə ki, sənin vəzifəndir, mənim oğlumu sən buradan qaçırtmısan. Bu hökumət buradan qaçırdıbdır. Sənin vəzifəndir, bu uşağa bilet alasan, təzmin eləyəsən, salimcə də yetişir dədəsinə. Biz bu haqqı özümüzə bilmirik ki. Bizim vəzifəmizdir ki, millətimizi oraya yetirək. Mənafi milli, jurnalizm milli budur. Mənafi bu milli bu deyil ki, gələk deyək ki, hə, bizim tolid millimiz bir belədir. Sadiratımız bir belədir, varidatımız bir belədir. Yox, mənafi milli buradadır.
65% insanlar hərəsi ildə, deyək ki, neçə milyon elər, deyək 8 milyon, 10 milyon. 10 milyon eləsə, 30 milyonun 10 milyonu. 30 milyon 10 milyon elər 30% daxil. Ha, o cür elər. 30 milyonun 65% elər 20 milyondan çox. 20 milyon civarında elər. 20 milyon, diqqət buyurun, bunu biz hesablayaq da, mən maşın hesabı burada götürüm. Mən burada maşın hesabı götürüm, hesablayaq. Əgər biz adamlarımızı qanuni eləyək və milli mənafeyimizi təmin eləyək, görün nə mənə ittifaq düşər. Bizim əgər 20 milyon bekarımız ola, 20 milyonun 7 dənə sifri var. Hərəsinin ayda minimum gəliri neçədir? 900 ya 1 milyon neçədir? Daha haqqı oğlad da verirlər, haqqı məscən də verirlər, haqqı izdivac da verirlər, haqqı oğlad da verirlər. 1 milyon 300 minə çıxır, əgər uşağı olsa birinin. 1 milyon 300 min eləsək, 20 milyon 300, 1 milyon 300 minə çarpsaq, gündə, ayda bağışlayın. Ayda elər 26 birlər, onlar yüzlər, min, 10 min, 100 min, milyon, 1 milyon, 10 milyon, 100 milyon, 1 milyon. 26 milyard elər. Hər ay 26 milyard tümən Azərbaycan zərər edir. Hər ay. 26 milyard tümən. Zərb eləyin 12 aya, gəlsin ədədi ki, biz fəqət bekarçılıqdan veririk. İndi fikir eləyin ki, əgər xanımlar gedələr, deyələr ki, mən savadsızam, vəli bekaram. Savadlıyam, vəli bekaram. Lisansam, vəli bekaram. Fوق lisansam, bekaram. Diplomam, bekaram. Sikləm, bekaram. İbtidai də öyrəsi var, amma bekaram. Əgər bunun yarısını belə alsalar dövlətdən, bunu nə cür 50-yə bölsək? Yarısını alsaq, yenə də 13 milyard tümən ayda Azərbaycana pul gəlir. Mənafi milli bu deyil. 13 milyard tümənin adamların əlinə gəlsə, Azərbaycan nə zərər elər? Heç olmasa o maliyyat ki, Azərbaycandan alırlar, onu biraz qeydər Azərbaycan. Çox sağ olun, təşəkkür edirəm dostlar. Azərbaycan üçün jurnalism, Azərbaycan milli fəallar üçün jurnalism dərsinin 4-cü bölümünün əməli hissəsi də burada tamam olur. Sizləri Allaha tapşırıram. Sağ qalın, səlamət qalın. Gələn səhşənbə günü bir ayrı dərslə sizi görərəm. Çox sağ olun. Hələlik.